Amerika Birləşmiş Ştatları müharibədən qalib kimi çıxacaqdı. Ərazisində hərbi əməkdaşlıq olması onun üstünlüyünü təşkil edəcəkdi. Kapital idxal edən ölkədən kapital ixrac edən ölkə çevriləcəkdi. Sənaye istehsalı daha da artacaqdı. Dənizlərdə bir növ İngiltərənin üstünlüyü bölüşdürüləcəkdi. Dəmir istehsalatı, polad istehsalatı, dünya qızıl ehtiyatının istehsalatı hamısı bir çox hissəsi ABŞ-ın əlində cəmləşdiriləcək. Bu dövrdə Amerika Birləşmiş Ştatları prezidenti Woodrow Wilson idi. Woodrow Wilson dövründə daxildə görülən tədbirlər nələr idi? Wilson dövründə daxildə görülən tədbirlər bunlar idi. İqtisadiyyatı inkişaf etdirmək, dövlətin tənzim edici funksiyasını artırmaq, iqtisadi inkişaf təmin edib, sosial rifahı yaxşılaşdırmaq idi. Və konstitusiyaya dəyişiklik olacaqdı. İki dəyişiklik olacaqdı. Birinci dəyişiklik qadınlara seçki hüququnun verilməsi 1791-1866-na oxşar cəhət edir konstitusiya dəyişikliyi. İkinci dəyişiklik spirtli işçilərin qəti qadağan edilməsi. Yəni Amerikada spirtli işlərin gətirilməsi qəti qadağan olunacaqdı. Bəli, qəti qadağan olunur. Amerika prezidenti buna etiraz eləsə də, veto qoysa da bunu parlament qəbul eləmir və spirtli işlərin gətirilməsi qəti qadağan. Lakin bu qara bazarda qaçaqmalçılığın artırılması nəticəsində, yəni bu qanunu məcburi şəkildə sonradan ləğv etmək məcburiyyətinə qalacaqdı. Wilson dövründə xarici siyasətdə nə olacaqdı? Millətlər Cəmiyyəti və Paris konfransını iştirak edəcəkdi. Bilirsiniz bunu. Paris konfransını iştirak edəcək. Burada bir nüansı qeyd edəcəm, kitabınızda qeyd edəcəksiniz. 1919 may 28-də AXC-nin nümayəndə heyətindən Wilson görüşəcək. Lakin Wilsonun Amerikanın ümumi təzyiqçi siyasət yeritməsi Wilson daxil və Paris konfransında Amerikanın maraqlarını tam şəkildə müdafiə edilməməsi naminə bir növ belə deyək də Wilson nüfuzu düşəcəkdi və prezident seçilməyəcəkdi və seçkilərdə məğlub olacaqdı. Yerinə Harding gələcəkdi. Hardingin dövründə Wilsondan fərqli olaraq daxildə gördüyü tədbirlər. ABŞ prezidentlərini yadınızda saxlayın. Bundan sonra keçsəmiz ABŞ dərsidir. ABŞ prezidentləri konkret olaraq daxili və xarici siyasət verirsiniz. Ancaq daxili və xarici. İki faktor verirsiniz. Daxili siyasətində Wilsondan fərqli olaraq dövlətin tənzim edici funksiyasını azaldacaqdı. Sonra büdcənin gəlirlərini qənaətlə işlədilməsinə şərait yaradılacaqdı. Və xarici siyasətdə nə olacaqdı? Xarici siyasətdə Hardingin dövründə Washington konfransını iştirak edəcəkdi Amerika Birləşmiş Ştatları. Sakit Okeanda və uzaq şərqdə öz mövqeyini gücləndirəcəkdi və Yaponiyanın nüfuzunun qarşısını alacaqdı. Lakin Hardingin nüfuzdan düşmə səbəbi nə idi? Rüşvətxorluq, korrupsiya və bunların, bu əməllərin mövcud olması Amerika cəmiyyəti üçün qəbul edilməz olduğu üçün və bu xəbərlər yayıldığı üçün Harding qərb vilayətlərə səfərlərində vəfat edir və yerinə Coolidge gələcəkdi. Coolidge Hardingin vitse-prezidenti, yəni köməkçisi idi. Sonradan prezident olaraq 23-cü ildə seçiləcəkdi və 24-29 aralığında Coolidge'in dövrü olacaq. Calvin Coolidge'in dövründə əsas ideologiya vardı. Amerikanın işi biznesdir. Yəni Amerikada hamı iş tapa bilər və hamı işləyə bilər. Coolidge'in nəzərinə görə sosial problemləri dövlət aradan qaldırmalı deyil. Yəni Coolidge'ə görə güləşi kasıbdırsa bu mənim günahım deyil. Gözəl kasıbdırsa bu mənim günahım. Çünki mən Amerikada hamıya eyni şərait yaradıram və sizlər bacarsızsa qazana bilərsiniz. Həqiqətən də Amerika kapitalizmi biraz istismarçı kapitalizmdir, amma orada insanların maddi imkanları biraz da özlərindən çox şey asılıdır. Və sosial problemləri həll eləmirdi, amma iqtisadi problemləri həll edirdi. Xüsusi sahibkarlığı inkişaf elətdirəcəkdi. Xüsusi sahibkarlıq üçün dövlətin tənzim edici funksiyasını azaldacaqdı. Dövlət konkret olaraq heç bir işə qarışmırdı. Kim nə qədər istehsal edirdi məhsulu. Kim nə istəyirdi orada məsələn müəssisə yaradırdı. Kim nə istəyirdi kiçik sahibkarlıqla məşğul olurdu və dövlət bu məsələlərin heç birindən qarışmırdı. Və bu isə iqtisadiyyatın liberallaşması deməkdir. Lakin buna baxmayaraq Amerikada 20-ci əsrin 20-ci illərin həm birinci yarısında, həm ikinci yarısında problemlər də qalırdı. Hansı problem? Əhali yenə kasıb bərdində yaşayırdı, sosial problemlər dəyişilməz qalırdı və bu bir də qaradərilərlə bağlı onların imtiyazları yox idi, yəni hüquqları yox idi. Bu problemlər hələ də olduğu kimi qalacaqdı. Coolidge'in dövründə axın baş verir, mühacir axınlar baş verir. Başqa ölkələrdən Amerikaya axınlar olacaq ki, insanlar öz yaşayış təhdidlərini dəyişsinlər və yüksəltsinlər. Bu isə məcburiyyət qarşısında qalacaqdı, qanun qəbul edilməsinə şərait yaradacaqdı. Avropadan, xüsusən də Şərqi Avropadan gəlişi məhdudlaşdıracaqdı, amma Cənubi Şərqi Asiya ölkələrinin gəlişi tamamilə ləğv ediləcəkdi ki, gəlməyə icazə verilməyəcəkdi. Sonra Coolidge'in dövründə konveyer sistem tətbiq olunacaq. Konveyer sistem nədir uşaqlar? Konveyer sistem bu hava limanlarında görmüsünüz, bagaj gəlir, çamadanla belə gəlir, aparat sistemi. Baxın, konveyer sistemidir.
Kulisin dövründə konveyer sistemi tətbiqi genişlənir. Yəni Hardingdən başlanan sistem kulisdə daha da genişlənəcəkdir. Kulisin dövründə Amerika belə deyək də daxildə çox güclü bir inkişaf dövrünə qədəm qoyacaqdı. İqtisadi inkişaf təmin olunacaq, qızıl ehtiyatını artırılacaqdı, əhali sosial rifah yaxşılaşdırılacaqdı və fəhlə tətilləri demək ki, minimuma endiriləcəkdir. Çünki əhalinin vəziyyəti 90% demək ki, yaxşıdır. Xarici siyasətdə Cənubi Amerikada, Avropada və uzaq şərqdə mövqeyi gücləndirəcəkdir. Avropada Almaniya ilə münasibətləri normallaşdıracaqdı, onun təzminat ödənməsində bir növ köməklik edəcəkdir. Cənubi Amerikada böyük dəyənəkdən fərqli olaraq, yəni zorakı yoldan fərqli olaraq bir növ belə deyək, maliyyə yardım eləməklə Cənubi Amerika ölkələrinə asılı salacaq. Məsəl üçün deyək ki, Braziliyanın büdcə problemi var. ABŞ deyir ki, mən sənə 10 milyon dollar ayırıram, 10 milyon dollara ayırır və 10 milyon dolları ödəyə bilməyən Braziliyaya bir növ nüfuz sahibi olur. Falan hava limanını icarə götürür, falan dəniz yolunu icarə götürür. Yəni bu tipli şeylərlə asılı salacaqdı Kulisin dövründə və Kulisin dövründə ABŞ həqiqətən də güclü şəkildə iqtisadi inkişaf təmin olacaq. Kulisdən sonra hakimiyyətə Hoover gələcəkdir. İnsan bəzən şansı olmaya bilər. Hoover də o şanssız insanlardan biri idi. Hoover gəldiyi dövrdə ABŞ iqtisadi inkişafın tempində davam edir. Lakin bir gün dünyada böyük bir böhranın əsası qoyulacaqdı. 1929 və 1933-cü illəri əhatə edən böhran başlayacaqdı. Bu dünya iqtisadi böhranıdır. İqtisadi böhran necə başlayır? Mən sizə bunu deyim. Baxın, misal üçün deyək ki, bir çox şirkətlər var da, dövlət və yaxud da özəl şirkətlər var. Məsələn, bugün deyək ki, dünyada OpenAI kimi şirkətlər, onlar səhmlər satırlar. Müxtəlif insanlar, sizin kimi insanlar fərqi yoxdur, o səhmləri ala bilərlər. O səhmlərin qiyməti qalxdıqca ABŞ cəmiyyəti, yəni dəyərləndiricə qiymət, məsələn, deyək ki, dünənə kimi o səhmin 100 dollar alınırsa, bir saatdan sonra olurdu 150 dollar, 2 saatdan sonra olurdu 200 dollar. Və ABŞ cəmiyyəti getdikcə o tipli şirkətlərin səhmlərini almağa başladılar. Bütün elə bir düşün ki, maaşı alırdı, apardı səhmə yatırırdı. Və oradan təbii ki, gəlir əldə edir öz yerində. Məsəl üçün, BMW şirkəti var, nə qədər maşın satsa, əgər mənim ora səhmim varsa, mənə də gəlir. Düzdür? Deyək ki, Güləşə də gəlir, Nəqizə də gəlir. Amma 1929-un qəflətən ABŞ birjalarında səhmlərin dəyəri ölür və cəmaatın bütün pulu nə olur? Batacaqdır. Və bu birjadan başlayaraq bütün dünyada silsiləli şəkildə davam edəcək. ABŞ birjası köçəcəkdi və bundan sonra kənd təsərrüfatı çökəcək. Burada da ikinci əsas məsələ istehsalatın artıq olmasıdır. Düşünün ki, Azərbaycan 10 milyon xalqı var, düzdür? 10 milyonun deyək ki, indi yarısını götürək, 3 milyon götürək uşaqdırlarsa, qalan götürək. Amma Azərbaycanda hər gün, nə bilim, 3000, 5000 iPhone istehsal olunur. Və yaxud da şeydir, cəmaat müəyyən limitdən sonra iPhone almayacaq, düzdür? Çünki cəmaatın evində bir dənə iPhone, ya da 2 dənə, 3 dənə iPhone olacaq, 4-cü iPhone-a ehtiyac qalmayacaq. Bax, böhranın baş verməsinin digər səbəbi də buydu. İstehsalat artığı. ABŞ cəmiyyətində şirkətlər o qədər məhsulları istehsal edəcək ki, yəni tələbatdan çox istehsal etməyə başladılar. İnsanlar onu alandan sonra artıq almamağa başladılar və fabrik zavodlar bundan da batacaq. Bu vaxt dövrüyə Hooverdən sonra Roosevelt daxil olacaq. Bu dediyiniz Theodore Roosevelt deyil, bu Franklin. Roosevelt daxil olacaq. Roosevelt ABŞ prezidenti kimi, hakimiyyətə gələn kimi yeni xətt siyasəti tətbiq edəcək. Yeni xətt siyasəti. Yeni xətt siyasəti Amerikanın iqtisadi böhranın çıxması üçün əsas təkanverici sistemi. Yeni xəttə görə Amerika prezidenti və dövləti bütün hər şeyə nəzarət etməlidir. İstehsalatdan tut iqtisadi görə. 2-3 sahədə həyata keçiriləcək. 1. Maliyyə, 2. Kənd təsərrüfatı və sənaye, 3. Sosial sahə. Maliyyə sahəsində keçirilən islahat nədir? Bank islahatı keçiriləcəkdir. Wilson kimi oxşar cəhətdir. Bank sistemini sağlamlaşdıracaqdır. Ziyan edən bankları dövlət alacaqdır və banklar sağlamlaşdıracaqdır və nizamlanacaqdır. Pul dövriyyəsinin əsasını qoyacaq. Kənd təsərrüfatı sənaye. Kənd təsərrüfatındakı artıq məhsullar dövlət alır və əkinə yaranan torpaqların sahəsini azaldır və onların hamısını bir-bir nəzarət ediləcək. Yəni, deyək ki, Nərgizin əlində 10 hektar torpaq varsa, Nərgizə deyək ki, 2 hektardan artıq əkməyəcəksən. Və sən artıq məhsulu mən alıram.
Ta ki bazarda defisit yarana qədər, yəni ərzağa ehtiyac yaranana qədər nərgiz 2 hektardan artıq əkməməli idi. O da istər-istəməz bazarda artıq müəyyən miqdarda azalma baş verirsə, məhsula tələbat artır və bununla da eləyir. Sonra bu kənd təsərrüfatı xüsusiyyətləridir. Sonra gəldik sənayedə. Sənayedə nə edəcəkdi? Sənaye zavodları bağlanmışdı. Yeni sənaye zavodlarının açılmağa cəhd edəcək və bir də icbari işlər tətbiq edəcək. İcbari işlər nə edir uşaqlar? Misal üçün, baxın biz burada yaşayırıq, deyək ki, düzdür? Bura bizim məhəlləmizdir. Dövlət qərar verir ki, bura bir park salınsın. Həmin vaxtı gəlir binada elan asır ki, məhəllənin deyək ki, kişiləri düşsün aşağı o parkın salınmasında iştirak edəsinlər. Və parkın salınması 6 ay mı, 7 ay mı çəkərək həmin işsiz qalan insanları iş ilə təmin edir. Bax, bu məcburi əməkdir. Bununla da ABŞ həm özünün daxili infrastrukturun, nə bilim, suvarma sistemini, kanalizasiya sistemini, park sistemini düzəldir. Həm də insanlar işsiz qalmasının qarşısını alır. Günə 2 dollar, 3 dollar verməni işsizlər aradan qaldırır. Sosial. ABŞ tarixində ilk dəfə olaraq müavinət, pensiya və işsizə görə müavinətlər verilməyə başlanacaq. Bu da sosial tədbir idi ki, bu da bir növ belə deyək də ABŞ-ın Rooseveltin gördüyü tədbir içərisində verəcək. Rooseveltin xarici siyasətinə baxdığımızda nə var idi burada? Təcridçi siyasəti davam edirdi öz yerində, Avropa işlərinə heç vaxt qarışmırdı. Mehriban qonşuluq siyasəti edirdi Latin Amerikası ölkələrinə. Latin Amerikası ölkələrində mehriban qonşuluq siyasətinin mahiyyəti polislər kimi pul yardımı eləməklə onları özünə asılı salmaq idi. Sonra bundan paraleldən 1933-cü ildə SSR-ni rəsmi şəkildə tanıyır. Rusiya Sovet Sosialist Respublikasını rəsmi şəkildə tanıyacaq. Sovet Sosialist Respublikası ittifaqını tanıyır. Burada tanınma səbəbi uzaq şərqdə Yaponiyanın güclənməsinin qarşısını almaq idi. SSR-in rəsmi şəkildə tanınması. 1935-ci ildə isə bitərəf siyasət yeridəcəkdi. Bitərəf siyasət nədir? Yəni, nə müharibə aparana, nə də ona hücum edən dövlətə heç bir silah yardım eləməyəcəkdi. Lakin 2-ci Dünya müharibəsi başlayandan sonra qərarın dəyişərək 1941-ci ildə Lend-Liz qanunu qəbul edib. Birinci İngiltərəyə, sonra isə SSR-yə bu qanun şamil ediləcəkdir. Bu da sizin ABŞ təsiri.